Dostlar, kanalıma xoş gəlmisiniz. Musayev Cəfər kanalındasınız. Kanala bəri başdan abunə olmağı, videonu bəyənməyi, kommentdə fikirlərinizi yazmağı unutmayın. Deməli, özümə çox maraqlı gələn bir dənə statistika var idi YouTube-la bağlı. Hansı ki, Azərbaycanda ən çox abunəsi olan 10 kanal, Azərbaycan qeydiyyatında olan ən çox abunəsi olan 10 kanal. Biz bu statistikanı Social Blade platformasından götürürük. Bir çox adamın bildiyi Social Blade platformasından götürürük. 10 ən böyük Azərbaycan kanalını analiz edəcəyik. Beləsə baxacağıq. Bunlar kimdirlər, kirimçidirlər, nə iş görürlər, nə kontent istehsal edirlər. İstehsal edir. Deməli dostlar, Social Blade platformasına görə ən böyük 10-cu kanal Azərbaycanda ATV Music'dir. Deməli, buradakı böyüklüklər hamısı abunə sayına görədir. Onu da qeyd edeyim. ATV Music bildiyimiz ATV Azad Azərbaycan Tele Radio yayım şirkətinin mahnı kanalı deyəsən. Nasper Dostəliyeva, Nasper. Hə, ancaq burada mahnıları paylaşırlar. Məlum məsələdir ki, burada bu kanalın böyük olmağı normaldır. Prosta bu kanalın gəliri nədir, o maraqlıdır. Niyə görə? Çünki böyük ehtimal mahnıların bir çoxuna təlif haqqı var deyənə heç inanmıram ki, bu kanalda böyük bir gəlir ola. Düzdür, təlif haqqısı zəif olan, yəni olmayan videolar da var. Kanalın ən çox baxılan videosu Tacir Şahmalıoğlu Yolun düşsə bu dünyaya bir də gəl. Bizimlə sən verilişindən Yolun düşsə bu dünyaya bir də gəl videosudur. Ancaq verilişlərdən olan kəsintilər mahnı versiyasına çevrilib və kanalda paylaşıblar. Ən böyük 9-cu kanal Emin Official. Emin Ağalarovun kanalı. Bizim müğənni Emin Ağalarovun kanalı. Müğənni, tək müğənni demək də şey olar, belə haqsızlıq olar. Yəni bildiyiniz Emin Ağalarovdur. Emin Ağalarovu tanımayan yəqin ki, heç kim. Aha, Emin Ağalarovun kanalında böyük ehtimal ki, bir çoxu rus dilində olan mahnılardır. Ən çox baxılan videosu Emin və Johnny'nin oxuduğu Kamin mahnısıdır. Nə az, nə çox 240 milyon baxışı var. Daha doğrusu audiosunun 240 milyon baxışı var. Çox maraqlıdır. Official videonun klipinin isə 94 milyon baxışı var. Daha sonra 55 milyon, 51 milyon, 49 milyon, 44 milyon, yəni əməlli başdır. Yəni ciddi bir kanaldır, böyük bir kanaldır həqiqətən və bu kanalın 1.94 milyon abunəsi var. Yəni shortsları da ən çox izlənən videosu 6.4 milyondur. Yenə Kamin videosunun shortsudur. Daha sonra Sibrizin videosu var. O da 5 milyondur. Belə gedir. Karoçe, Emin Official 9-cu ən böyük kanal. 8-ci bizdəki ən böyük kanal isə Xəzər Mediadır. Bu da Xəzər YouTube-a da bağladım. Xəzər televiziyasının kanalıdır. Burada görə nələr paylaşılır. Burada ancaq mahnılar deyil. Hansı ki, fraqmentlər, hissələr, verilişin özü, hətta ancaq verilişin özü paylaşılır deyəsən. Son yüklənən videoların hamısında deyəsən ancaq verilişin özüdür. Sonuncu videoları ancaq verilişlərin özüdür, amma köhnə videolarda məncə elə deyil. Gəlin baxaq. Bu kanalda ən çox baxılan video Aşıq Muşkulatla Dıvırın Fırlanın başına mahnısıdır. Pərviz Bülbülə və Türkan Vəlizadə divanə olmuşam. Burada da deməli birinci mahnı kontenti ilə davam edib. Daha sonra keçib deyəsən videoları, yəni o bölümləri, verilişlərin hamısını bütöv paylaşmağı mən belə başa düşürəm. Aşıq Muşkulat 34 milyon, nə az nə çox 34 milyon izlənilib Aşıq Muşkulatın videosu. Maraqlıdır. Xəzər Media 1.96 milyon baxışla daha doğrusu 8-ci ən böyük kanal idi. Super Eliza kanalı böyük ehtimal uşaq kanalıdır. Mənim tanımadığım kanaldır. Azərbaycanın ən böyük 7-ci kanalıdır. Hətta user adı məsəl üçün görürsünüz burada. Baxın, user adı qısaldılmayıb. Bilmirəm, son videoları haçan paylaşılıb. 4 il qabaq paylaşılıb sonuncu videoları. Niyə görəsən? Sonuncu videolarındakı baxış sayıları çox aşağı düşüb. Ümumilikdə 216 video var kanalda. Ümumiyyətlə shorts yoxdur. Ən son videonu ümumiyyətlə bu kanal paylaşanda ümumiyyətlə shorts yox idi. Super Eliza. Bu kanalın ən çox baxılan videosu isə tərcümə oldu. Mən YouTube-u türk dilində istifadə edirəm deyə mənim YouTube-umda türkçə çıxır həmin video.
Bir çox videolarda olubmu? Bəzi videolar olub, bəzi videolar olmuyor. O adı oradan edit eləmək olar da YouTube panelində. Çocuklar makyaj mucizevi Uğur böceği cosplay. 60 milyon, nə az nə çox 60 milyon izləməsi var bu videonun. Çox maraqlıdır bu kanalın hazırki aqibəti. Yəni də uşaq kanalıdır, bildiyimiz uşaq kanalıdır. Bunun belə çox analizik bir şey yoxdur. Prosta niyə görə davam eləmir maraqlıdır. Uşaq kanalların gəlirləri bilirəm ki, çox aşağıdır. Çünki sponsorluq falan ala bilmirlər. Yəqin ki ona görə. Azərbaycanın ən böyük, bu neçəncidir? Deməli 19, 8, 7 getdik, bu 6-cıdır. Azərbaycanın ən böyük 6-cı abunə sayına görə, bir daha deyirəm, abunə sayına görə 6-cı kanalı Üzeyir Mehdizadənin kanalıdır. Bizim bəlkə də ən böyük elə qlobal müğənnilərimiz, yəni Emindir, Üzeyirdir. Vallahi Üzeyir çox adam o vaxt bəyənmirdi, vapşı belə şeylər var idi, amma mən şəxsi olaraq tanımıram Üzeyir Mehdizadəni, amma verilişlərdə falan belə 1-2 videolara qabağıma çıxıb çox mədəni insandır da. Mənə elə gəlir ki, Üzeyir Mehdizadə çox mədəni insandır. Üzeyir Mehdizadənin kanalındakı yəqin ki, yaxşı olardı. Bəli. Oy. Bir dənə baxışa baxın uşaqlar. Üzeyir Mehdizadənin kanalında ən çox baxışı olan mahnı 6 dəqiqəlik klipi ilə yaxşı olar hansıdır? 460 milyon, nə az nə çox, 460 milyon abunəsi var. Daha doğrusu izləməsi var. Daha sonra Sevcan Dalkıranla oxuduğu Mənə gəl, bana gəl. Daha sonra yaxşı oların orijinal mix yazılıb. Yəqin ki, nəsə mixidir. O da 73 milyondur. Əlvida keçmişim Dağıstan konserti 61 milyon. Yəni adamın izlənmələri dəhşət bir şeydir. Amma son belə bütün böyük videoların izlənmələri hardasa 6-7 il qabaqdır. Bir dənə 2 il qabaq onu məndən ayıranlara lənət adlı nəsə mahnıdır. 20 milyonda onun baxışı var. Qız mahnıların adı biraz qəribədir. Tək sən yaxşı olasan, tək sən xoşbəxt olasan. Onu məndən ayıranlara lənət. Mahnılar adları qəribədir. Zövq məsələsidir. Kimi sevir, kimi sevmir. Mənim asıl dinlədiyim tərz deyil. Amma bu qədər 460 milyon adamın baxdığı, mənim sevdiyim mahnını da yəqin ki, eleştirəndə biraz düşünmək lazım, fikirləşmək lazım. Gəldik Azərbaycanın ən çox abunəsinə sahib olan 5 kanalına. Deməli, Stalik Xankişiyev bu kanallardan 5-incisidir. Mən şəxsən, ümumiyyətlə bu dayını tanımıram. Stalik Xankişiyev, Kazan Mangal, Luçi video. Mən tanımıram. Açığı nə yalan deyim. Belə başa düşürəm, yemək kanalıdır. Yemək kanalı qlobalda önü ən açıq olan kanallardan biridir. Yəni YouTube işi ilə məşğul olmaq istəyən qardaşlar, xanımlar varsa, yemək kanalı, xüsusilə danışılmayan, səssiz yemək kanalı dəhşət. Bir də bu kanalda nəyə fikir verdim uşaqlar? Kanalında çox video var. 2.1 min, yəni 2100-dən çox video var. Bir də paylaşılma şeylərinə baxın, 20 saat, 2 gün, 2 gün, 2 gün. Bir günə 4 dənə video paylaşıb adam. 3 gün, 4 gün, 5 gün, 6 gün, 6 gün. Bəzi günlərdə 2, 3, bəzi günlərdə 1 video paylaşır və kanalın ən çox baxışı olan videosu Çiburek. Sulu gerçək, Kırım Özbek en lezzetli. Tərcümədə də səhvliklər var. O yəqin ki, nəsə birbaşa eləyə bilər. 14 milyon baxışı var. 14 milyonluq 2 dənə videolar var. Özbək plovu hazırladıqları böyütməyəm. Bir də xalq da bilənəm. Məsələn, bu ən çox baxılan. Дело в том, что когда мы рубим мясо топориками, оно приобретает некоторую клейкость. Так... Bu 6 il qabaqdır. Dayım mənə burada şəkildə kimi deyil. Şəkildə biraz daha belə olgunlaşıb da belə deyil. Korosiya Azərbaycanın ən çox baxılan 5-ci, ən çox abunəsi olan 5-ci kanaldır. Niyə görə Azərbaycan deyirəm dostlar? Deyəcəklər, necə bu rus dilindədir, bu rus kanalıdır falan filan. Bu
dayız Dalik Xankiyev Azərbaycan qeydiyyatındadır. YouTube-da Azərbaycan qeydiyyatında görsənir. İndi bilmirəm Azərbaycanla nə əlaqəsi var. Bəlkə Azərbaycanlıdır əslən, bəlkə elə əslən yəni burada qalır, burada yaşayır, onu bilmirəm. Axırı fakt bu adamın qeydiyyatı, YouTube-dakı qeydiyyatı Azərbaycandadır. Ona görə də biz bunu Azərbaycan kanalı olaraq qiymətləndiririk. Dördüncü, Azərbaycanın dördüncü ən böyük kanalı Infopuls. Pulsdur, pals oxunur o. Puls sözünü necə oxunur, onu açıq bilmirəm. Ostura basmayayım. Babaranı kəsib editdə dəyişə bilərdim, amma dəyişmir. Necə var elə? 3.07 milyon 1600 video və bu kanalda uzun video yoxdur. Bu kanalın bir şey maraqlı gəldi mənə ki, 2023-də dostlar, cəmi oktyabrın 13-ü 2023-cü ildə açılan kanaldır. Ancaq məlumat, adından da bəlli olduğu kimi məlumatlandırma kanalıdır böyük ehtimal. Shortsla gəlirlər çox da yüksək deyil, amma qlobal işləyən kanaldır. Bəlkə də Azərbaycanda olan uzun video gəlirlərinə bərabər bir gəlir qazanır. Social Blade-dəki gəlir şeylərinə baxmıram, çünki böyük ehtimal onlar səhvdir. Maraqlı kanalın ən çox izlənilən shorts videosu nədir? 59, 55, 34 milyon, 3 dənə belə dəhşətli dərəcədə partlayan videosu var. Ən çox izlənilən. This girl, studying nursing at school, is testing how difficult real childbirth can be with the balloon she has in her hand. After long trials, she manages to remove the ball from Çox da xeyli bir video deyilmiş. Qarıç 59 milyon, abunə sayı 3.07 milyon, Azərbaycanın ən böyük 4-cü YouTube kanalı idi bu. Azərbaycanın ən böyük 3-cü, ilk 3-lüyə gəldik, çatdıq. YouTube kanalı Flute Dude. Dude, daha doğrusu. Maraqlıdır. 3.23 milyon. Bunlar artıq qlobala işləyən kanallardır. Çox maraqlı bir şey. 71 video var cəmi kanalda. Bir uzun video var. Nəsə silinibsə, nələrsə olubsa onları bilə bilmərəm. 126 min baxışı var 6 ay qabaq paylaşılan videonun. Shorts videolarının isə sonuncu shorts videosunun 6.6 milyon baxışı var. Bir dənə tarixinə baxa bilsək, açalım. 2025-26 avqustda paylaşılıb. Bu Roblox oynadı da, səhv eləmirəmsə. Kanalın ən çox izlənilən videosu 58 milyondur. Bu kanalın açılıb belə niyə bu qədər partladım tuta bilmədim? Bu şey və bu da uşaqlara Türklər demiş hitap edən kanaldır, yəni sözsüz. Sadəcə olaraq yəni bu oyundan başa çıxanlar falan, məncə bunların hamısı Roblox oynudur. Dəqiq də bilmirəm, yalan da deməyim. Nəsə belə bir kanaldır. Biraz mənə ən qəribə gələn kanal bu oldu. Flute Dude. Bu da Qaqaşın özüdür deyə yəqin ki. İkinci ən böyük kanal. Azərbaycanın ikinci ən böyük kanalı. Jumpy Boom. Jumpy Boom kanalının 4.03 milyon abunəsi var və çox maraqlıdır. Bu kanalda 223 video var. Kanal Benvenido falan, bu yəqin ki İspan dilidir. İspan dilində açılıb. Son videolarının görüntüləməsi çox aşağıdır, amma bu kanalda da mütəxəssiz oldu bu kanal. 9 gündür uzun video paylaşır. Biraz başa düşmədim. Bu da yəqin shortsla da partladan kanallardandır. Böyük ehtimal. 15 milyon, 14 milyon, 13 milyon Trump'ın burada şeyini görürük. Valla bu kanalda bu dili bilmirəm deyən ümumiyyətlə baxmanın adı yoxdur məncə uşaqlar. Maraqlı mı? Görürsünüz, bütün qısa videolarında, shorts videolarının qapaq şəkillərini eyni disiplina ilə gedib. Ciddi baxışları, shortsa görə ciddi baxışları elə də deməzdim var. Niyə görə? Çünki shortsda milyon falan görmək qlobal kanallar üçün. Bu düzdür, qlobal belə baxanda sayılır mı ki? Amma bu dildə danışan çox ölkə var. 15, 14, 13, 10 milyon falandır. 4.03 milyon abunəsi var. Bu kanallarda nəsə video silinib eləyibsə, bilmirəm, İspaniya
kanaldır. Social Blade-də Azərbaycan qeydiyyatındadır. Azərbaycanın ən böyük, ən çox abunəyə sahib olan kanalı. 4.13 milyon abunəyə cəmi 47 video ilə, sıfır shortsla bu kanalda böyük ehtimal artıq video yükləmir. Bəli, 6 ildir artıq bu kanalda video yükləmir. Amma həqiqətən də ciddi baxışları var. Ən sonuncu videoları 44 min izlənib. 20 milyon, 16 milyon, 14 milyon, 3.3 milyon, 2 milyon, 1.5 milyon, 1.4 milyon. Nə məlum məsələ, bura Targovdur məsəl üçün. Gerçek yaşamda Coca-Cola araba, çocuklar və bebeklər üçün də bunlar. Ozi. Uşağın adı yəqin Ozi'dir, Allah saxlasın. 6 il qabaq. Sonuncu videoları 6 il qabaqdır. Bu kanalda artıq fəaliyyətini belə desək, dayandırıb da belə başa düşə bilərik. Bəlkə arasınsa başlayacaq. Çox maraqlıdır ki, 2 dənə deməli belə ümumiyyətlə artıq bu işin içində olmayan uşaq kanalı gördük. Yəni mənə prosta maraqlıdır ki, uşaq kanallarının baxışı bu qədər yəni yüksək uşaq kanallarının baxışı bu qədər yüksək olan kanalların fəaliyyəti niyə dayanıb? Yəni gəlir başa düşürəm ki, digər content makerlardan az qazanırlar, amma bu qədərmi fərq eləyir yəni? O mənə açığı çox maraqlı gəldi. Dostlar, belə Azərbaycanın ən böyük 10 YouTube kanalına baxdıq. Abunə sayılarına görə ən böyük 10 YouTube kanallarına baxdıq, analiz elədik. Yenə də deyirəm, bu Social Blade-in bizə verdiyi məlumatdır ki, bu kanalların qardaş qeydiyyatı Azərbaycandadır. Biz də ona görə bu kanallara baxdıq ki, bu kanalların qeydiyyatı Azərbaycandadır və biz onlara baxdıq ki, abunələr nə qədərdir, videoları nə qədər izlənilib ən çox, neçə video paylaşıblar, bunları analiz eləməyə çalışdıq. Həm mənə maraqlı məlumat idi, mən də elə sizlərlə birlikdə sadəcə olaraq bir dənə qabağını açıb beləcə sılkalarını qoymuşam ora, başqa heç eləməmişəm. Belə dostlar, hamınızı sevirəm, sizləri sevirəm. Kanala abunə olmağı, videoları bəyənməyi, kommentdə mütləq fikirlərinizi yazmağı unutmayın. İstədiyiniz video tərzlərini kommentlərdə qeyd eləsəz, həmin kontentə uyğun, həmin fikirlərə uyğun kontent bayaq ki dediyim kimi istehsal eləməyə çalışacağıq. Dostlar, sağ olun, salamat qalın. Öpürəm sizi.